Salam aleyküm, hər vaxtınız xeyir. Bugün Allahın izindən pensiya və sosial müavinət alan şəxsləri maraqlandıran faydalı bir layihə haqqında danışmaq istəyirəm. Layihənin adı Sosial Tərəfdaş layihəsidir. Sosial Tərəfdaş layihəsi nədir? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu təqaüd alanların sosial rifahını artırmaq məqsədilə hazırlanmış yeni bir platformadır. Deməli, sosial tərəfdaş layihəsi kimlər üçün nəzərdə tutulub? Layihə DSMF-dən sosial ödəniş alan, pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım, kompensasiya, sosial ödəniş kartı olan şəxslər üçün nəzərdə tutulub. Deməli, sosial tərəfdaş layihəsi çərçivəsində pensiya və təqaüd olanlar kartlarına köçən, yəni müavinətlər, pensiyalar vasitəsindən tərəfdaşlar var da, elə bil ki, həmin o sosial tərəfdaş layihəsinə qoşulmuş mağazalar var. Həmin mağazalardan deməli endirimlər əldə edə bilərlər. Yəni kart vasitəsindən ödəniş edəndə, yəni iminli öz sosial kartlarından, yəni müavinət kartlarından ödəniş etdikdə, yəni xüsusi endirimlər nəzərdə tutulub həmin şəxslər üçün. Bir də onun ikinci variantı var. Deməli, e-sosial tərəfdaşlıq barkodu var. Onu indi inşallah izah edəcəm. Deməli, tərəfdaşları, yəni deyirəm hansı mağazinlərdən, hansı deməli hardan kart vasitəsində ödəniş ediləndə endirimlər əldə edəcəklər, onu inşallah deyirəm. Deməli, məsəl üçün Al Marketdir, Bazar Store'dur, Bioloji Təbabət Klinikasıdır, Baku Medical Plazadır, sonra Memorial Hospitaldır, Mərcan Medical Klinikasıdır, Buta Aptekdir, Farm Store'dur, sonra Aloy deməli apteklərdir, sonra Vita'dır, Doktadır və digər deməli apteklərdən, mağazalardan həmin kartlar vasitəsindən deməli ödəniş edəndə xüsusi endirimlərdən yararlanırlar. Avtomatik olaraq orada göstərir. Məsəl üçün Al Marketdən ödəniş ediləndə 2-5%, sonra Bazar Store'dan 2%'dir, sonra Baku Medical Plaza'dan 10%'dir, sonra başqa aptek Memorial Hospital'dan 10-15%'dir, sonra Aloy aptekindən 2-10%'dir, Farm Store'dan 3-20%'e qədər endirim əldə olunur. Sonra Buta aptekdən 2-10%'e qədər endirim əldə edilir həmin kartlar vasitəsindən ödəniş etdikdə. Sonra indi keçək Allahın köməyi ilə deməli e-sosial tərəfdaşlıq barkodu haqqında danışacağım. Deməli, birinci növbədə nə etmək lazımdır? E-sosial tərəfdaşlıq barkoduna qoşulmaq üçün e-sosial mobil tətbiqini yükləyirsiniz. Baxırsınız, artıq mən deməli e-sosial mobil tətbiqini Play Marketdən yükləmişəm. Tətbiqdən qeydiyyatdan keçirsiniz və deməli barkodu aktivləşdirirsiniz. Barkod nə üçündür? Dediyim ki, mağazalardan mağazalardan hər hansı bir məhsullar alanda satıcıya, kassirə, yəni həmin o telefonda olan barkodu göstərirsiniz və xüsusi endirimlərdən yararlanırsınız. Yəni orada kassirdə həmin barkodu oxudur və sizə xüsusi endirimlər olunur. Yəni e-sosial deməli tərəfdaşlıq barkodu bu deməkdir. İndi mən inşallah həmin barkodu aktivləşdirəcəm və özünüz inşallah addım-addım izləyin ki, necə olur. Deməli, e-sosial tərəfdaşlıq barkoduna necə qoşulmaq lazımdır. Birinci növbədə e-sosialdan dediyim kimi qeydiyyatdan keçmək lazımdır. Bunun üçün e-sosiala daxil oluruq. MyGov ID
o hissəyə daxil oluruq. Digər üsullar keçmiş videolarımda çox demişəm, deməli bu giriş üsullardır. Elə bil ki, sizin asan login, digital login kabinetinizə giriş üsullardır. Mən identifikasiya nömrəsini, yəni şəxsiyyət vəsiqəsindən deməli daxil olacağam e-sosial platformasına. Burada fin kodu daxil edirik. Şifrəni daxil edirik. Bir şeydən nəzərinə çatdırım ki, yəni e-sosial deməli platformasına barkoddan yararlanmaq üçün ancaq təqaüd və deməli pensiya alanlar, deyim kimi, ünvan sosial yardım alanlar daxil olub və aktivləşdirməlidirlər ki, onlar ondan istifadə edə bilərlər. Yəni başqa şəxslər yox, ancaq iminli onlar üçün nəzərdə tutulub. Daxil ol düyməsini sıxırıq. Şifrə təyin edirik. Yadda saxla. Barmaq izini tətbiq edirik. Və baxırsınız. Avtomatik olaraq deməli mən məkan birinci növbədə daxil olanda elə bil ki, orada baxdınızmı, orada məkan icazəsi verdim. Yəni gərək məkan icazəsi verəsən ki, etkinləşdirəsən ki, məkan icazəsini və avtomatik olaraq sosial tərəfdaş barkodunu aktiv edir. Əgər məkana icazəsi verməsəniz, buradan özləri deyir ki, yəni tənzimləmələrdən məkan icazəsi verməlisiniz ki, deməli sizin sosial tərəfdaşlıq barkodunuz aktiv olsun. Avtomatik olaraq dediyim kimi bu barkod aktivləşdi və mağazalardan, apteklərdən deməli məhsul alanda ödəniş edərkən bu barkodu oxudursunuz və endirimlərdən yararlanırsınız. Videom bu qədər. Əgər faydalı oldusa, bəyənməyi, kanalıma abunə olmağı və deməli başqa insanlar faydalansın deyə videomu paylaşmağı unutmayın. Baxdığınız üçün təşəkkür edirəm.